və bunun sadəyə aid olan hərəkətlər hansılardır? Sadə Bunlardır. Müxtəlif çıxış vəziyyətindən startlardır, müxtəlif intervallarla startlardır, ürək qaz istiqamətinə duruşlar startlardır, maili qaçış yolunda startlardır. Bunlar hamısı nədir? Bu sadədir. Sadədir. Sadə hərəkətlərdir. Hərəkət tezliyi. Hərəkət tezliyi nədir deməli? hərəkət tezliyi zaman vahidi başında hər hansı bir hərəkətin təkrarlanması. Təkrarlanması. Bir vaxt vahid ərzində hərəkətin təkrarlanmasıdır. Nümunə kimi deyək, baxın, estafet yarışı keçirir müəllim və belə bir deyək, çubuqlar qoyur və şagirdlər hər bir çubuğa toxunmaqla qaçır və konusun ətrafına fırlanır və qayıdıb gəlir. Təkrarlanır da çünki toxunur, təkrarlanan gedir. Nədir bu? Hərəkət tezliyi. Hərəkət tezliyi. Ya da başqa bir oyun təşkil edib müəllim. Estafet yarışı keçir, 4 bucaq qoyub, 3 bucaq qoyub, dairə qoyub və düz bucaq qoyub. Hər birinə toxunmaqla qaçış nədir? Hərəkət tezliyidir. Hərəkət tezliyi. Və yaxud da nişanlanmış yolda qaçışdır, əllərlə dayaqda yerində qaçışdır. Nişanlanmış yolda tək ayaq üzərində hər bir nişana toxunmaqla qaçışdır. Bunlar hamısı nədir? Hərəkət tezliyi. Yaxud da yerində qaçış, əllər dayaqda yerində qaçış. Çünki təkrarlanır. Harada ki, hərəkət təkrarlanırsa, bu nədir? Hərəkət tezliyi. Hərəkətin tək icra tezliyi. Maksimal sürətə keçirir. Yəni, maksimal sürətin hansı hərəkətlərini işə bitirmək olar? Məsafə güzəştləri ilə startlardır. Baxın, sonra. Maili qaçış yolunda sürətlənmə startlar. Baxın, maili qaçış yolunda startlar olanda yadda saxlayın ki, bu hərəkətə reaksiya tezliyidir. Amma maili qaçış yolunda sürətlənmələrlə startlar olan sürətlənmə varsa, onda nədir? Maksimal sürətdir. Qısa məsafəli, qısa mənəvi estafetlərdir, daha sürətli yoldaşlarla qaçışdır və yaxud da məkik qaçışdır. Bir də bir ayaq üzrə 15-20 metr qaçış vaxtda qaçış olsa, onda nədir? Deməli, bu maksimal sürət. Bəli, maksimal sürət. Hansı metodlarla biz sürət qabiliyyətini inkişaf etdirə bilərik? Təkrar seriyalı yarış, nəzarət, fartlek, bir də kontrast metodu. Kontrast metodu var, bəli. Kontrast metodu, interval metodu, bu metodlarla inkişaf etdirmək olur. Fartlek metodu nədir? Baxın, start vəziyyətindən durur şagird. Birinci 4 metrdən 5 dəqiqə 40 saniyə qaçır. Sonra ikinci dövrdə 5 dəqiqə qaçır. Üçüncü dövrdə 5:40-a, dördüncü dövrdə 5 dəqiqə. Deməli, bu sürətdə oynamaq deməkdir də, aerob rejimindən keçir anaerob rejim. Aydındır. Sürət qabiliyyəti sıx əlaqəsi var. Hansı hər iki qabiliyyətlərlə müəllim? Sürət qabiliyyətinin sürət, güc, qüvvət, çeviklik. Çeviklik. Hansı funksiyon sistemlə sıx əlaqəsi var sürət qabiliyyətinin? Dayaq hərəkət aparatı, mərkəzi sinir sistemi, əzələ. Bir də əzələ, bəli. Diaqnostik qiymətləndirmə sürət qabiliyyətində hansı normativ biz götürürük? 30 metr məsafəyə qaçış. Kiçik summativ qiymətləndirmə 5-ci sinifdə 5-də 30 metr, 6-9-da 60, 10-11-də də 100 metr məsafəyə qaçış. 10-11-də 100 metr, bəli.